Təsəvvür elə, sabah oyanırsan və dünyada pul anlayışı silinib. Banklar yoxdur, maaş yoxdur, borc yoxdur. Sənin hər şeyin sadəcə bir kağız imiş. İndi bir sual verim, bu azadlıqdır, yoxsa xaosun başlanğıcı? Pul yoxdursa kim işləyəcək? Kim çətin işi görəcək? Kim qərar verəcək, kim nə qədər alır? İnsanlar deyir ki, pul olmasa hamı bərabər yaşayacaq. Çünki insan bərabərlik üçün yox, öz marağı üçün hərəkət edir. Pul yoxdursa sistem dağılır. Çünki sistemin mühərriki maraqdır, ideal yox. Əvvəllər insanlar malı mala dəyişirdi. Sən balıq verirdin, o sənə çörək verirdi. Amma problem vardı. Həmişə ehtiyaclar üst-üstə düşmürdü. Ona görə insanlar ümumi dəyər vasitəsi yaratdı. Qızıl, gümüş, sonra kağız. Yəni pul əslində belə yarandı. Pul real dəyər deyil. Sadəcə insanların bu dəyərlidir deyə razılaşdığı bir yalandır. Ən təhlükəli hissə buradadır. Pulun özü yox, insanın ona verdiyi güc təhlükəlidir. İnsan vaxtını satır, sağlamlığını satır, bəzən şərəfini belə satır. Sadəcə rəqəmlər üçün. Düşün, kağız parçası üçün insan ömrünü xərcləyir. Bu normaldır? Yox, sadəcə normallaşdırılıb. Ən ironik tərəf budur ki, insan pulu yaratdı ki, həyat asanlaşsın. Amma nəticə nə oldu? İnsan daha çox işləyir, daha çox stres yaşayır, daha az yaşayır. Yəni, alət məqsədə çevrildi. Pul artıq vasitə deyil, hakimiyyətə çevrildi. Əgər sabah pul yox olsa, insanlar azad olmayacaq. Sadəcə yeni sistem yaradacaq, yeni pul icad edəcək. Çünki problem pul deyil, problem budur. İnsan həmişə bir şeyin köləsi olmağa meyillidir. Pul sadəcə ən uğurlu zəncirdir. Sən pulu idarə etdiyini düşünürsən, amma bəlkə də pul səni idarə edir. Mən isə bu videoları pul qazanmaq üçün yox, sənin bəzi şeyləri dərk etməyin üçün paylaşıram. Buna görə də sənin məni izləməyin mənim üçün yox, sənin üçün bir qazancdır.